Qoç bürcü. Ayın ilk yarısından maksimum dərəcədə istifadə etməyə çalışın. Bu vaxt bir çox cəhətdən əlverişli olacağına söz verir. Məsələn, mürəkkəb iş məsələlərini həll etmək, eləcə də vacib işgüzar görüşlər və karyera perspektivlərinizi müzakirə etmək üçün uyğundur. Ciddi olduğunuzu və yeni zirvələrə çatmaq üçün səy göstərməyə hazır olduğunuzu göstərin. Uğur istədiyiniz qədər asanlıqla əldə olunmaya bilər, amma ardıcıl davransanız və ciddi münasibətinizi qorusanız, yenə də buna nail ola bilərsiniz. Şəxsi həyatınızda da əhəmiyyətli dəyişikliklər baş verə bilər. Bunlar ehtimal ki, mövcud vəziyyəti aydınlaşdırmaq və işarə və buraxılmalardan qaçınmaq istəyinizlə əlaqəli olacaq. Məsələn, çox şey partnyorunuzun sizinlə yarımçıq görüşmək və hisslərini, gözləntilərini və hətta şikayətlərini açıq şəkildə ifadə etmək istəyindən asılıdır. Nəzakətli olmağa çalışın və unutmayın. Hamı sizin yanaşmanızı qiymətləndirməyəcək. Bəziləri sizin iradənizi zorla qəbul etdirdiyinizi və çox səy göstərdiyinizi hiss edə bilər. Ayın ikinci yarısı, xüsusən də uzun müddətli planlara diqqət yetirənlər üçün olduqca çətin ola bilər. Bir çox qoç bürcü cari problemlərin həlli ilə daha böyük məqsədlərə çatmaq arasında tarazlıq tapmaqda çətinlik çəkəcək. Bundan əlavə, başqaları həmişə bu şəxslərin necə prioritet verdiyini başa düşməyəcək və bu da adi haldan daha tez-tez mübahisələrə səbəb olacaq. Mart ayının əvvəlində enerjili olacaqsınız və ciddi sağlamlıq problemlərinin yaranması ehtimalı azdır. Lakin sonradan xroniki xəstəliklər daha da pisləşə bilər. Baş ağrıları və yuxusuzluq da mümkündür. İş yükünüzü qorumaq və mümkün olduqda istirahət və sağalma üçün daha çox vaxt ayırmaq ən yaxşısıdır. Buğa bürcü. Mart ayı bir çox cəhətdən sizin üçün əlverişli olacaq. Köhnə planlarınızı həyata keçirmək və sizinlə rezonans doğuran ideyaları həyata keçirmək üçün bundan istifadə edin. Ətrafınızdakilərdən dərhal dəstək almaya bilərsiniz. Amma yenə də çətin anlarda sizə dəstək ola biləcək müttəfiqlər tapa biləcəksiniz. Adi işlər adi haldan daha asan ola bilər. Mövcud çətinliklərin öhdəsindən tez bir zamanda gələcək və yeni bir şeyə keçə biləcəksiniz. Bəzi buğa bürcləri tezliklə mənfəət gətirməyə başlayacaq, cəsarətli kommersiya layihələrini öz üzərinə götürəcəklər. Unutmayın ki, lazımsız risklərdən qaçınmaq və hədəflərinizə doğru yavaş-yavaş və diqqətlə irəliləmək ən yaxşısıdır. Ciddi yanaşma sizin üstünlüyünüz olacaq və rəqibləriniz üzərində üstünlük qazanmaq şansı verəcək. Şəxsi münasibətlərinizdə də qeyri-ciddi olmayacaqsınız və bu səbəbdən də münasibətlər yaxşılığa doğru dəyişəcək. Anlayışınız və dəstəyiniz sevdiyiniz insan üçün çox vacib olacaq. Mart ayı səmimi söhbətlər, çətin ətraflar və böyük dəyişikliklərə səbəb olacaq qərarlar üçün bir zamandır. Sizi qısa müddətli emosiyalar deyil, sağlam düşüncə yönləndirəcək. Ona görə də qərarlarınızdan peşman olmayacaqsınız. Sağlamlıq baxımından yazın ilk ayı əlverişli olacaq. Bir çox buğa bürcündən olan insanlar enerji artımı hiss edəcək və dərhal bu enerjini müsbət fəaliyyətlərə yönəltməyə çalışacaqlar. İdman etməyə və daha aktiv həyat tərzi sürməyə başlayacaqlar. Bununla belə, həddindən artıq olmamaq və dartılma, burxulma və digər oxşar problemlərdən qaçınmaq üçün təhlükəsizlik tədbirlərini xatırlamaq vacibdir. Əkizlər bürcü. Ayın əvvəlindən maksimum yararlanın. Bu inkişaf və böyümə dövrüdür və dəyişikliklərə hazır olanlar üçün çoxlu sayda maraqlı imkanlar açır. Bəli, məqsədlərinizə çatmaq üçün səy göstərməli olacaqsınız. Amma əmin ola bilərsiniz ki, səyləriniz boşa getməyəcək. İşgüzar və şəxsi münasibətlərdə ayrı seçkilik vacibdir. Çoxları sizin etibarınızı və sevginizi qazanmağa çalışacaq. Amma hamı bunu fədakarcasına etməyəcək. Ola bilsin ki, kimsə hansısa işdə dəstəyinizi qazanmaq ümidi ilə romantik maraq göstərsin. Ayın ikinci yarısı biznesdə daha çətin olacaq.
diqqət tələb edən yeni tapşırıqlar ortaya çıxacaq və bir çox əkizlər bu vaxt ərzində əlavə iş saatları işləməli olacaqlar. Səyləriniz mükafatlandırılacaq və maliyyə vəziyyətiniz xeyli yaxşılaşa bilər. Bununla belə aldığınız pulu xərcləməyə tələsməyin. Tezliklə onu necə idarə etməyiniz aydın olacaq. Mart ayının əvvəlində sağlamlığınız yaxşı olacaq, amma zamanla pisləşə bilər. Ayın ikinci yarısında həm fiziki, həm də emosional olaraq həddindən artıq gərginlikdən qaçınmağa çalışın. Həmişəkindən daha həssas ola bilərsiniz. Özünüzə sağalmaq üçün kifayət qədər vaxt ayırmağa çalışın. Xərçəng bürcü. Həyatınızın bütün sahələrinə təsir edən müsbət tendensiyalarına sizi əlverişli bir ay gözləyir. Mart ayı uzun müddətli layihələrə başlamaq və yeni vacib məqsədlərə doğru irəliləməyə başlamaq üçün əlverişli zamandır. Bununla belə, işinizə erkən prioritet vermək və bir tapşırıqdan digərinə tələsməmək üçün əvvəlcədən bir strategiya planlaşdırmaq və hazırlamaq vacibdir. Çox şey yox demək, faydasız olanı rədd etmək və enerjinizi və resurslarınızı yalnız perspektivli layihələrə sərf etmək bacarığınızdan asılı olacaq. Bu ay romantik münasibətlər üçün çox əlverişli olacaq. Martın əvvəlində qurulan münasibət bir çox cəhətdən yeni bir fəslin başlanğıcını qeyd edə bilər. Məsələn, əvvəllər evlənməmiş xərçəng bürcünün bəzi üzvləri potensial həyat yoldaşı ilə tanış olacaqlar. Digərləri özlərini daha yaxşı başa düşməyi, hisslərini və istəklərini həqiqətən anlamağı öyrənəcəklər və bu onlara əvvəllər çatışmayan özünə inam verəcək. Mart ayı sağlamlığınızı yaxşılaşdırmaq və bəzi profilaktik müalicələrdən keçmək üçün əlverişli bir aydır. Bununla belə, bədəninizi həddindən artıq yükləməmək və mütənasiblik hissini qorumaq vacibdir. Rifaha gedən yolunuz gərgin idman və yorucu məşqlərdən deyil, tarazlıq və harmoniyadan keçir. Şir bürcü. Çətin bir ay sizi gözləyir. Bir çox iş gözlədiyinizdən daha çox səy tələb edəcək. Əlavə iş saatları ərzində işləməli və ya başqalarının problemlərini həll etmək üçün çox enerji sərf etməli ola bilərsiniz. Bəzi şirlər üçün Mart ayı peşəkar məyusluqlar və əvvəlki seçimlərin düzgünlüyünə şübhə ilə müşayiət olunacaq. Maliyyə məsələləri də çətin olacaq. Gəlir eyni qala bilər, lakin xərclər arta bilər. Buna görə də büdcənizi izləmək və maliyyə qərarları verməkdə tələsmək xüsusilə vacibdir. Əhəmiyyətli miqdarda pul xərcləməzdən əvvəl bunun həqiqətən zəruri olub olmadığını düşünün. Mart ayı şəxsi münasibətləriniz üçün də çətin olacaq. Bir tərəfdən öz problemlərinizi həll etməklə çox məşğul olacaqsınız və həmişə sevdiyiniz insanla istədiyiniz qədər vaxt keçirə bilməyəcəksiniz. Hətta bəzi ortaq planlarınızı dəyişdirməli olmağınız da mümkündür ki, bu da kin və anlaşılmazlıqlara səbəb olacaq. Digər tərəfdən, dəstəyə ehtiyacınız olduqda onu tapmaq çətin olacaq. Buna görə də bir çox şir münasibətlərinin əvvəllər düşündükləri qədər vacib olub olmadığını şübhə altına alacaq. Hər halda, qərarlara tələsməmək yaxşıdır. Hər şeyi düşünmək üçün vaxta ehtiyacınız olacaq. Ümumiyyətlə, vacib qərarlar qəbul etmək üçün daha sakit bir dövr daha yaxşıdır. Sadəcə gözləyin. Mart ayı olduqca çətin keçəcəyindən, ayın emosional fonu olduqca gərgin olacaq. Bu, həmçinin bu bürc altında doğulanların, xüsusən də xroniki xəstəliklərdən əziyyət çəkənlərin rifahına təsir göstərə bilər. Buna görə də profilaktik tədbirlərə diqqət yetirmək vacibdir. Sağlamlığınızı yaxşılaşdırmaq üçün nə edə biləcəyinizi bir daha müzakirə etməkdə faydalı olacaq. Qız bürcü. Sizi çətin və bir qədər ziddiyyətli bir ay gözləyir. Ani nəticə və ya mükafat gözləmədən çox çalışmaq, ardıcıl hərəkət etmək və başqalarının nə deməsindən asılı olmayaraq öz planınıza sadiq qalmaq çox vacib olacaq. Gənc qız bürcləri çətin bir dövrlə qarşılaşacaq, lakin bu bürcün daha yetkin nümayəndələri təcrübə və özünə inamla bütün maneələri dəf edəcəklər. Həmişəkindən daha çox iş olacaq. Bu, uzun müddətli perspektivdə maliyyə artımı vəd edir. Lakin ani pul axınına güvənməyin.
Ayın sonunda gözlədiyiniz ödənişlər gecikə bilər, ona görə də ehtiyatlarınızı qoruyub biraz azaltmaq ən yaxşısıdır. Mart ayı kredit götürmək və ya hissə-hissə ödəniş etmək üçün ən yaxşı ay deyil. Romantik münasibətlər də həmişə rahat getməyəcək. Məlum ola bilər ki, sevdiyiniz insanın sizə qarşı bəzi şikayətləri var və vəziyyəti səmimi söhbətlə dəyişdirmək həmişə mümkün olmayacaq. Ola bilsin ki, onlar sizdən hələ hazır olmadığınız addımlar atmağınızı gözləsinlər və bu sizi əsəbiləşdirəcək. Nisbətən yüksək iş yükünə baxmayaraq, mart ayı ərzində özünüzü yaxşı hiss edəcəksiniz. Bununla belə, gözlərinizi həddindən artıq yormamağa və kosmetik vasitələrlə təcrübə aparmaqdan çəkinin, çünki onlar allergik reaksiyalara səbəb ola bilər. Ayın ikinci yarısında istirahət və ya bərpa edici müalicələr üçün vaxt tapmaq faydalıdır. Tərəzi bürcü. Xülyaları kənara atmaq və yalançı ümidlərdən qaçınmaq vacibdir. Realist baxış bucağının olmaması və həddindən artıq fantaziyalar mart ayında bir çox problemə səbəb ola bilər. Bu, həyatın bütün sahələrinə aiddir. Gənc tərəzilər xüsusilə diqqətli olmalıdırlar. Nə qədər bəyəndiyinizə inanmaq istəsəniz də, faktlara etibar etməlisiniz. Bunu nə qədər tez başa düşsəniz, mart ayı bir o qədər məhsuldar və uğurlu olacaq. Bu ay maraqlı görüşlər və xoş tanışlıqlarla qeyri-adi dərəcədə səxavətli ola bilər. Özünüzü gözlənilmədən cəlbedici insanlarla əhatə olunmuş hiss edəcəksiniz və onlardan birinə birdən aşiq olsanız, təəccüblənməyin. Bununla belə, sağlam düşüncəni yadda saxlamaq vacibdir. Bu, xüsusilə evli və ya ciddi münasibətdə olan tərəzi bürclərinə aiddir. Keçici bir xəyal və ya təsadüfi bir əlaqə üçün sizin üçün həqiqətən əziz olanı riskə atmazdan əvvəl 2 dəfə düşünün. Bu bürcün bütün nümayəndələri mart ayında xəstəliklərdən qaça bilməyəcəklər. Xroniki xəstəliklər yenidən ortaya çıxa bilər. Lakin yorğunluq və ya həddindən artıq yeməyə meyl səbəbindən sağlamlığın pisləşməsi də mümkündür. Bu bürcün yetkinləri pəhrizlərinə nəzarət etməkdən faydalanacaqlar. Sərt pəhrizə riayət etməyə ehtiyac olmasa da, xüsusilə həssas ola biləcək həzm sisteminə diqqət yetirməyə dəyər. Əqrəb bürcü. Hər şey asan olmayacaq. Amma mart ayında ortaya çıxan çətinliklər aradan qaldırıla biləcək. Bir çox əqrəblər hazırlıqlı olduqları çətinliklərlə qarşılaşacaq və onları həll etmək üçün təcrübələrindən istifadə edə biləcəklər. Köhnə səhvlərinizi düzəltməli və ya keçmiş səhvlərinizin nəticələri ilə mübarizə aparmalı olacaqsınız. Bu, uzun və yorucu bir iş olacaq. Amma şübhəsiz ki, bu vəzifənin öhdəsindən gələcəksiniz. Mümkünsə, lazımsız xərclərdən qaçınmaqla maliyyə vəziyyətinizi qaydasında saxlamaq vacibdir. Mart ayı xüsusilə pis deyil, amma pulla bağlı hər şeydə ehtiyatlı və diqqətli olmalısınız. Buraya biznesə və ya peşəkar inkişafa investisiyalar daxildir. Məsələn, peşəkar inkişaf kurslarının həqiqətən faydalı olacağına əmin deyilsinizsə, onlara pul ödəməyə tələsməyin. Əqrəb bürcünün bir çox nümayəndəsi üçün mart ayında yaxınlarının dəstəyi xüsusilə vacib olacaq. Buna görə də bu bürcün nümayəndələrinin onları həqiqətən başa düşən, düzgün sözləri tapan və köməyə gələn insanlara xüsusilə ehtiyacı ola bilər. Bununla belə, ehtiyatlı olmaq vacibdir. Çox şey vəd edən, lakin sözünə əməl etmək niyyətində olmayan birinə aşiq olmaq çox asandır. Ciddi sağlamlıq problemləri yaranması ehtimalı azdır. Əslində bir çoxunuz adi haldan daha çox enerji hiss edəcəksiniz. Bu enerjini müsbət istiqamətə yönəltmək vacibdir. Əks halda öz dağıdıcı impulslarınızdan əziyyət çəkmək riski daşıyırsınız. Aktiv istirahət planlaşdırın və müntəzəm olaraq idmanla məşğul olmağa başlayın. Lakin çox tez tükənməmək üçün aktivlik səviyyənizi artırmağa tələsməyin. Oğatan bürcü. Ayın əvvəlindən maksimum yararlanmağa çalışın. Bu vaxt sizin üçün hər cəhətdən xüsusilə əlverişli olacağına söz verir. Yeni iş tapmaq barədə düşünən oğatanlar çox maraqlı təkliflər alacaqlar. Bu bürcün bəzi nümayəndələri
karyera nərdivanının bir neçə pilləsinə qalxmaq şansına sahib olacaqlar. Öz bizneslərini inkişaf etdirməyə diqqət yetirən və vaxtlarını və resurslarını sərf etməyə hazır olanlar yaxşı gəlir əldə edə biləcəklər. Şəxsi münasibətlər çoxları üçün ikinci plana keçəcək. Eyni zamanda ahəngdar şəkildə inkişaf edəcək. Martın əvvəlində xoş tanışlıqlar və xoş sözlər eşitdiyiniz insanlarla görüşlər ehtimal olunur. Romantik münasibətlərin başlanğıcı mümkündür. Sürətlə inkişaf edəcək və siz məmnun qalacaqsınız. Ayın ikinci yarısı daha çətin olacaq. İşgüzar münasibətlərdə ayrı seçkilik vacib olacaq və həmkarlarınız və rəhbərliklə ünsiyyətdə çətinliklər yarana bilər. Əvvəllər yaxşı yola getdiyiniz insanlar sizi həmişə düzgün başa düşməyəcək və uzun müddətli müttəfiqləriniz öz məqsədlərinə çatmağa diqqət yetirəcəklər. Emosional vəziyyətiniz daha gərginləşəcək. Sizi adi haldan daha əsəbi və səbirsiz edəcək. Bu, yaxınlarınız üçün xoşagəlməz bir sürpriz olacaq və ən həssas insanlar şərhlərinizdən inciyə və ya səbəblərini anlamadıqları hərəkətlərinizdən əsəbiləşə bilərlər. Ayın ikinci yarısında sağlamlığınız da bir qədər pisləşə bilər. Zəifləmiş immunitet sisteminiz mümkündür ki, bu da virus infeksiyalarına yoluxma ehtimalına səbəb olur. Ümumiyyətlə, həddindən artıq iş sağlamlığınıza təsir edəcək. Yuxusuzluq və gərginlik, baş ağrıları ehtimalı yüksəkdir. Sağlam gündəlik rejimə riayət etməyə və sağalmaq üçün kifayət qədər vaxt ayırmağa çalışın. Oğlaq bürcü. Mart ayında biznesinizdə əhəmiyyətli irəliləyişlər əldə edə bilərsiniz. Ancaq səy göstərməyə hazır olun. Uğurun asanlıqla əldə edilməsi ehtimalı azdır. Həm öz işlərinizi, həm də başqalarının işlərini həll etməli, yeni bacarıqları tez bir zamanda mənimsəməli və başqalarının təcrübələrindən öyrənməli olacağınız ehtimalı daha yüksəkdir. Peşəkar münasibətlərinizdə və əlaqələrinizdə seçici olmaq vacibdir. Şübhəli nüfuza malik insanlardan çəkinin. Onlarla çox təmas zərərli ola bilər. Kiminləsə əməkdaşlıq etməyə razılıq verməzdən əvvəl bunun sizə fayda verəcəyinə əmin olun. Əlavə iş yükünə hazır olanlar gəlirlərini artırmaq şansına sahib olacaqlar. Asan pula güvənməyin, amma gördüyünüz bütün işlər səxavətlə ödəniləcək. Bundan əlavə, tezliklə bəzi xüsusilə kommersiya baxımından perspektivli layihələrdə iştirak etməyə imkan verə biləcək faydalı əlaqələr qura bilərsiniz. Təşəbbüs göstərsəniz, şəxsi həyatınızda irəliləyişlər mümkündür. Burada da taleyə güvənməyin. Yeni insanlarla tanış olmağa açıqsınızsa, daha çox tədbirdə iştirak edin. Mövcud münasibətlərinizə yeni bir şey əlavə etmək istəyirsinizsə, sevdiyiniz insana maraqlı bir şey təklif etməyə çalışın. Dünya sizi bir çox cəhətdən qəbul etməyə hazırdır, amma ilk addımı özünüz atmalısınız. Mart ayı sağlamlıq üçün əlverişlidir, lakin nəzərə almağa dəyər ki, artan stres hələ də rifahınıza təsir edəcək. Xroniki sümük və oynaq xəstəliklərindən əziyyət çəkən oğlaqlar xüsusilə diqqətli olmalıdırlar. Təəssüf ki, kəskinləşmələr mümkündür. Dolça burcu. Mart ayı çətin bir aydır. Bir çox dolça bürcünün aydınlığı və qətliliyi çatışmayacaq. İpuçlardan və buraxılmış məqamlardan bezən dolça bürcünün üzvləri vacib suallara aydın cavab almaq ümidi ilə tələsik hərəkət edə bilərlər. Təəssüf ki, bu yalnız zərərə səbəb ola bilər. Buna görə də hər hansı bir tədbir görməzdən əvvəl potensial nəticələri nəzərə alın və ehtiyatlı olun. İşlərdə gecikmələr, eləcə də başqa cür asanlıqla həll edə biləcəyiniz peşəkar tapşırıqların həllində çətinliklər ehtimalı yüksəkdir. Həmkarlar, tərəfdaşlar və rəhbərliklə münasibətlər əvvəlkindən daha mürəkkəb və gərgin ola bilər. Belə hallarda təmkinli olmaq və qərarlar qəbul etməkdə tələsməmək vacibdir. Unutmayın ki, tələsik hərəkətlər maliyyə itkilərinə səbəb ola bilər. Şəxsi münasibətlər həmişə rahat keçməyəcək və bir çox dolça bürcü mart ayını emosional titrəmələrlə keçirəcək. Bəzən həddindən artıq yüksəkliklərə çatacaq. Unutmayın ki,
Keçici impulslara təslim olmamaq, sağlam düşüncəyə güvənmək vacibdir. Və nə qədər dərin aşiq olsanız da, yalnız indiki anda hisslərinizin dərinliyini deyil, həm də gələcəyi nəzərə almaq vacibdir. Bu, darıxdırıcı görünə bilər, amma sonradan tamamilə təslim olmadığınız üçün özünüzü tərifləyəcəksiniz. Mart ayı sağlamlığınıza qayğı göstərmək və bədəninizi gücləndirmək üçün əla bir aydır. Əgər müalicə kursuna başlamaq niyyətindəsinizsə, indi bunu etməyin tam vaxtıdır. Həmçinin bəzi sağlam vərdişlər inkişaf etdirmək üçün də əla zamandır. Bu, düşündüyünüzdən daha asan olacaq. Balıqlar bürcü, Mart ayı yaxşı bir ay olacaq. Ən cəsarətli və ciddi işlər də daxil olmaqla, bir çox işdə ulduzların dəstəyinə güvənə bilərsiniz. Biznesinizdə əhəmiyyətli dəyişikliklər mümkündür. Karyerasını dəyişməyi düşünən balıqlar bunu etmə imkanına sahib olacaqlar. Tələsməyə ehtiyac yoxdur. Müəyyən bilik və bacarıqlarınızın çatışmadığını hiss edirsinizsə, ixtisaslarınızı təkmilləşdirməklə başlayın. Bunu etmək üçün kifayət qədər vaxtınız olacaq. Mart ayının ikinci yarısında nağd pul daxil olmaları ehtimalı yüksəkdir. Lakin ümumi maliyyə vəziyyəti ay ərzində əlverişli olacaq. Həddindən artıq xərclərdən və şübhəli investisiyalardan qaçınmaq ciddi problemlərin qarşısını almaq üçün kifayət edəcək. Böyük alış-verişlər mümkündür, lakin borc almaq tövsiyə edilmir. Mart ayı yeni tanışlıqlar və maraqlı görüşlərlə zəngin olacaq. Bir çox balıqlar şəxsi həyatlarında əhəmiyyətli dəyişikliklər yaşayacaq və bu barədə heç nə etmək məcburiyyətində qalmayacaqlar. Sevginin onları tapmağa hazır olduğu vaxt gəlib çatıb. Təşəkkürlü cütlüklər üçün də ay yaxşı olacaq. Romantik bir tətil planlaşdırmağa və ya sadəcə birlikdə yeni bir şey sınamağa dəyər. Bu, hisslərinizin yenilənməsinə kömək edəcək. Ciddi sağlamlıq problemlərinin yaranması ehtimalı azdır. Bununla belə, dərinizin vəziyyətinə diqqət yetirməyə dəyər. O, adi haldan daha həssas və həssas ola bilər. Buna görə də kosmetik vasitələrlə təcrübə aparmamaq və soyuq dəyməyə və ya günəş yanığına məruz qalmamaq.